Sumqayıt Şəhidlər Xiyabanında Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Mustafayev Rüfət Zöhrəboğlunun anım günü keçirilib. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Rüfət Mustafayevin məzarı ziyarət edilib. Üzərinə əklil və gül dəstələri qoyulub. Ruhuna dualar oxunub. Qubadlı rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev qeyd edib ki, Rüfət Mustafayev 1996-cı ildə Sumqayıtdan anadan olub. O 18 saylı tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Texnik Universitetinə qəbul olunub. 2019-cu ildə hərbi xidmətə yollanan Rüfət Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə döyüşüb. Suqovuşan və Talış kəndləri uğrunda gedən ağır döyüşlərdə böyük şücaət göstərərək 9 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub. O Vətən uğrunda cəsur döyüşçü və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilib. Tədbirdə çıxış edənlər diqqətə çatdırıblar ki, şəhidlərimizin hər biri Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçərək tarix yazıb. Rüfət Mustafayev kimi igidlər bu torpağın şərəfini qoruyublar. Onlar bizə qalib xalq olma hissini yaşadıblar. Dövlətimiz şəhid ailələrinə və qazilərimizə daim diqqət və qayğı göstərir. Onların qəhrəmanlığı unudulmazdır. Sonda şəhidin atası Zöhrab Mustafayev göstərilən diqqət və ehtirama görə Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Şəmistan Fikrətli Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.